Yaxşı keçdi. Zarla görüşdüm bir də. Yaxşı elədim. Zarla görüşdüm. Yaxşı. Aleyküm. Yani salam başım. Salam. Mükemmel ordumuz var. Mükemmel ali başkomanlarımız var ve en başlıcası ali başkomandanla halkın birliği var. Allah cəmi şəhidlərimizin o dünyasını versin, ahireti xeyir eləsin, valideynlərə də səbir versin. Gözəl insanlar. Bir daha bizim bu bayrağımız enməsin. Amin. Allah şəhidlərimizə rəhmət eləsin. Bax belə olmalıdır. Heç kəs gizlin getməsin o torpaqlara. İlk dəfə bura gəlsin. Bütün kəndlərimiz gəlsin, birinci minnətdarlığını bildirsin ölümsüz Çox qəhrəmanlarımıza. sağ olun. Sonra getsin öz Bəli, yurduna. bax mən də belə istəyirəm. Kimsə arxadan getməsin, kimsə qaçıb getməsin. İlk öncə bu oğlanları ziyarət eləsin ki, bu oğlanlar bu torpağı alıbdır. Buradakı yox ha. Bu 44 günlükdə olan şəhidlərimiz, qazilərimiz var. Sağ olun, Qazilərimiz çox sağ Allah can olun. sağ Hələ də eləsin. yaralı olan qazilərimiz Bəli, var bəli, ki, bəli. onların da Biz- anaların ürəyi dağılıdır. Bəli, mənim də sinəmdə Samir Kimoğlu'nun yarası var. Nə qədər gülsəm də, nə qədər desəm də, mən yaralı. Salam olsun. Bu zəfəri, qələbəni bizə yaşadan igid, qəhrəman oğullarımızın ata-anaları və bu Azərbaycan Silahlı Qüvvələrinin yaranmasında öz canlarını fəda eləyən bizim igid, qəhrəman qazi qardaşlarımız. Hər birinizi xoş gördük. Bugün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü. Mən istərdim ki, bizim birinci Bəxtiyar və Əlinin timsalında və sonu bu şəhidlərimizlə bitən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah cəmi şəhidlərimizin məqamını uca eləsin. Bugün bizim Qazilər Birliyinin kollektivi, başda Şamil müəllim olmaqla burada hamısı iştirak edirlər və bizim Aypara Cəmiyyətinin, Qızıl Aypara Cəmiyyətinin rəhbəri Nadir Qədimli şairimiz iştirak edir. O cümlədən
Rahid Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim burada iştirak edir. Bizim şəhid ataları, şəhid anaları və həmişə bu şəhidlər xiyabanının təmizliyi ilə məşğul olan bizim gözəl qardaşlarımız iştirak edirlər. Mən elə ilk sözü Şamil müəllimə vermək istəyirəm. Buyurun Şamil müəllim. Çox sağ olun. Biz də büyük bir qazilər olaraq buraya yığışmamız səbəb oldu ki, biz əziz şəhidlərimizin xətərisini yad edək. Çünki şəhidlərimiz bizim başımızın tacıdır və biz onların qarşısında baş əyəcəyik və şəhid analarımızın qarşısında baş əyəcəyik. Bu günü, bu müstəqilliyi bizə yaşadan dəyərli şəhidlərimiz, istər 1-ci Qarabağ, istər 44 günün müharibənin şəhidləri, hamısı bizim üçün əzizdir. Biz bir millət olaraq düşmən qarşısında sözümüzü dedik. Bir daha şəhidlərimizə Allah rəhmət eləsin. Bütün şəhidlərimizin qarşısında baş əyirik. Bir qazi olaraq. Şəhid analarımızın qarşısında baş əyirik. Allah şəhid analarımıza ömür versin. Bu anaların hesabına bu torpaqlar azad olunur. Çünki ana olmasa o vətən olur. Kimsə deyir ana ağlamasın. Ana ağlamasa o vətən olmaz. Allah sizlərə ömür versin. Qarşınızda baş əyirik. Hamımız. Siz bizim üçün dəyərlisiniz. Sağ olun. İndi Aypara Cəmiyyətinin Ağdam rayonu üzrə təşkilatının rəhbəri Nadir müəllim. Bu günləri ən şərəfli bir günü yaşayırıq. Ən şərəfli bir anı yaşayırıq. Bu günləri Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü və bir də dünya hərb meydanında öz xüsusi yerini tutan bizim ordu gününü qeyd edirik. Yaranma gününü. Məlumdur ki, bizim ilk devirlər 1918-ci ildə yaranmış Azərbaycan ordusu 2 ildən sonra həmin devirdə necə deyirlər, Xalq Cumhuriyyəti ləğv olunduqdan sonra 91-ci ildə yenidən Azərbaycan müstəqillik qazandıqdan sonra yenidən ordunun müstəqil ordu kimi fəaliyyət göstərdi. Bu günləri Azərbaycan anasından uca adı yoxdur. İstəyir şəhid verən analar, istəyir şəhid olmayan analar. Çünki qazilərimizin anası var. Əskərlərimizin bu günləri anası var. Bu günlərə xidmət edir. Və ən uca şəhid analarıdır, şəhid atalarıdır, şəhid qardaşlarıdır, şəhid bacılarıdır, şəhid həyat yoldaşlarıdır. Və onların qarşısında baş əyirəm. Hər birimiz ömür boyu onlara biz borçluyuq. Və bu günləri Azərbaycan qadını, Tomris nəsli olan, Tomrisdən üzü bərgələn Azərbaycan qadını bu günləri özünü sübut etdi ki, bəli, biz azad, şərəfli bir devlətdə yaşayırıq və biz hər şeyə qadirik. Böyük Türk qadınıyıq, böyük Türk kişisiyik, böyük Türk evladıyıq və biz bununla fəxr edirik. Mən əksərən müəyyən tədbirlərdə çox vaxt görürəm ki, şəhid analarında ən çox belə üzr istəyirəm, bəli, başını aşağı dikir, ağlayır, müəyyən, bəli, bu candır, bu heç. Amma onu bilin ki, əziz analar, ən yuxarı durası baş sizin başınızdır, şəhid anasının. Dik baxın həmişə. Çünki o evladlar bir sizin yox, hamımızın evladınızdır. Mən baş əyirəm sizin qarşınızda, hər birimiz və bütün şəhidlərimizin ruhu şad olsun. Azərbaycanın müstəqilliyi yolunda şəhid olan hər bir şəhidimizin Allah rəhmət eləsin və onların şahidi olan qazilərimizə can sağlığı, sağlamlığını itirmiş hərbiçilərimizə can sağlığı arzulayıram. Çox sağ olun. O bir bənd var, zəfər budur, qisas budur, qucaqladıq ana yurdu, vətən boyda, vətən qurdu, vətən boyda, vətən ordum. Sağ olun. Şəhid atası olan, şəhid qardaşı olan və özü 1-ci Qarabağ müharibəsində qazi olan Mehman əmiyə söz verin. Değerli qardaşlarım, nə lazımca dedilər. Mən də bir iki kəlmə əlavə edərəm. Bizim şəhidləri, bizim cəmaatımız, xalqımız, ziyarlarımız, qazilərimiz ziyarət edəndə bir ata kimi mən təsəlli tapıram. Rahat oluram. Çox rahat oluram. Yəni bizə diqqət lazımdır. Bir salamla, bunlara bir dua eləməklə, bunlara bir Fatihə, bir İxlas oxumaqla
bizə xalqımızın qarşı lazımdır. Mənəvi cəhətdən. Maddi cəhətdən şükür Allah hamımız yetirik, dolanırıq. Mənəvi cəhətdən lazımdır bizə dəstək. Kim bizə dəstək olsa mənəvi cəhətdən, bizim balalarımızı sayırsa, onu gəlib qəbrini yad edirsə, onların haqqı onların halal olsun. Hamımızın qarşısında baş əyir. Sağ ol. Hamımızın borcumuz. Memar, istər sən, istər bax digər şəhid analarımız, atalarımız. Yəni o evlad itirmək yəni çətin məsələdir. Onu yəni itirən bilir. Ona görə də biz dünya durduqca nə qədər ömrümüz var, həmişə şəhid ailələrin, şəhid valideynlərin həmişə başımızın tacı biləcəyik. Yəni onu gərək ürəkdən, qəlbdən gəlir. Onu biz yaşamışıq, biz də bilirik. Biz də onu həmişə yaşadacağıq. Siz bizlər üçün əzizsiniz. Siz bizlər üçün o belə demək gücü çıxmaz. Mənim də rəhmətli xalam vardı, onda 3 evladı şəhid idi. Allah rəhmət eylesin. Yazıq deyirdi bala, biri rəhmətli Vaqif idi, biri İnqilaf idi, biri bir qızı ilə o yoldaşı itkin düşdü. O qızının bir oğlu qaldı, o da 2016'da şəhid oldu. Nəysə də, yəni deməyim odur ki, yazıq həmişə deyirdi bala, vətən üçün, deyir onlar vətən üçün vermişəm mən. İndi sizin o evlatlarınızın hesabına bu 44 günlük müharibənin son nəticəsi oldu ki, Azərbaycan xalqı öz müstəqilliyini bütün dünyaya elan elədi. Və o da sizin evlatlarının hesabına. Ona görə də hamımız sizlərin qarşısında baş əyir. Bilməliyik, Mehmanın qardaşı 92-ci ildə Kulos. Umudlu'da bir yerdə post olmuşum. Abşov Fəxrəddin olun, Mahir olun, mən olmuşam. Həmən Tanrı verdi. Allah rəhmət edin. O qədər gözəl insan idi, o qədər ləyaqlı insan idi. Çiçan əməliyyatında şəhid oldu. Onunla bağ həm 80'a yaxın orada itkin düşdü. Hələm indiyə qədər. Allah cəm şəhidlərimizə rəhmət eylesin. Bu da burada olmağını bax bugünkü bura gəl ziyarət edir. Allah'a şükür ki bu dağınıq şəkildə olmadı. Bir yerdə oldu ki bax bugün biz gəlib buranı ziyarət edirik. Ziyarətgahımızdır bizim. Bugündən sonra da Alə Quran, nə olan hamı burada gəlib ziyarət eləməlidir. Bu oğlanlar bu vətənə tarixi yazdılar. Bütün millətimizin başını uza tutdular. Allah qazilərimizə də can sağlığı versin. Amin. Hər birinizə, hər birinizə. Və bizim 2011-ci ildə Nadir Qədimlinin bir şeiri var idi. Mən onu Xocalı faciəsində ən sonda onu dedim və dedilər ki, bu şeir axı hələ heç kimin ağlına gəlmirdi bu hadisələr olacaq. Onun şeirindəki o sözlər indi yerini alır. Hansı ki, bu oğullar hamısı öz sinəsində Azərbaycan bayrağı ilə döyüşə gediblər. Ki, ayağımı hansı torpağa qoysam birinci, bayrağı mən sancacağım. Orada bu idi. Müsəlləh əskərəm, eşitsin yağı. Siləcəm sinəmdən bu çarpaz dağı. Əlimə alaraq bu al bayrağı bütün varlığımla haykıracağım. O yurda bayrağı mən taxacağam. Yol gözlər göyçəmiz gözdə intizar. Azərbaycan əskəriyəm. Qarşımda hələ yolum var. Ərimez buzları sındıracağam. Azərbaycan boyda toy quracağam. O yurda bayrağı mən taxacağam. Bəli, bax artıq Qarabağımız çiçəklənir. Gülür. Orada yaşayış var, məktəb var, hərəkət var. El obamız artıq oradadır. Və biz də həmişə bilməliyik ki, bax buranı ziyarət eləyib. Ondan sonra nə işimiz var hamısını eləməliyik. Çünki mən həmişə deyirəm onu. Sizlər olmasaydınız, 1-ci Qarabağ müharibəsinin o şəhidləri, qaziləri olmasaydınız, biz Allah bildiğində hardaydı. Siz öz canınızdan, qanınızdan, ətdən sərhəd çəkdiniz. Çəpər çəkdiniz, erməniləri qoymadınız. Tir tüfəngi ilə, ov tüfəngi ilə siz tankın qabağına gedən oğullarsınız. Sizin igid qəhrəmanlığınızı bu oğullarımız gördü, eşitdi, bildi. Hansının evində qazi var, qəhrəman var. Bax onlardan igidliyi qəhrəmanlığı götürdülər. Bizim şəhidlərimizin hamısının ataları 1-ci Qarabağ müharibəsində
döyüşçü olublar. Bax indi bizim qazilərimizin 1-ci Qarabağ müharibəsinin qazilərinin övladları bu günlərim hərbi akademiyanı oxuyurlar. Hansı ki igidliyi, qəhrəmanlığı atasından götürür. Əmilərindən, sizin kimi əmilərindən götürür. Allah sizləri var eləsin. Sağ ol, Qorxan. Siz həmişə bizim o gələcək nəslə örnek olan igid qəhrəmanlarımızsınız. Siz bizə yalandan deyirdilər, Koroğlu var, Nəbi var, nə bilim Babək var. Bizim Koroğlumuz da bunlardır. Bəli, bəli. Sizsiniz. Muhati Köroğullarımız. Babəkimiz də sizsiniz. Bax biz sizi görmüşük. Onları görməmişik. Bəli. Deyha, bizim Tanrıverdi qardaşımız tankçı olub. Tanko nətəri sürürdü Allah bilir. Həzəslan oldu da. Bax indi gördük biz. Biz uşaqlarımıza bunu tanıtdırırıq. Bəli. Allah sizləri var eləsin, ziyarətinizi qəbul eləsin. Buyurun, buyurun ziyarətinizi eləyin. Allah qormasın. Sağ ol, dəyməsin. Çox sağ ol. Lazım. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah Polat qardaşım sağ da can sağlığı versin ki, bax tədbirlərimizi işıqlandırsın. Çox sağ ol Şamil qardaşım. Allah bu oğullarımıza rəhmət eləsin. Bu oğullarımızın hesabına torpaqlarımız azad olur. Allah çiçəğimdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bu günlərin bu 26 il silahlı qüvvələr günüdür. Özümüzə boş bildik ki, bu əziz şəhidlərimizi yad eləyək, onların xatirələrini yad eləyək və şəhid analarımızın qarşısında baş əyək. Çünki bu vətənin azadlığı şəhid analarımızın sayəsində olur. Allah hamısına rəhmət etsin. Allah rəhmət etsin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bu günü bizə yaşadıqlar, bizim də borcumuzdur ziyarət edirik. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Yüreğimiz var. Sağ olun.